Bu stres tip sidik qaçırmalarda genelde qadınlarda sallanma baş verir. Sallanma. Yəni sidik hissəsinin sallanması, sistosoid dediğimiz bir proses baş verir. Niye? Az önce de dediğimiz kimi stres tip sidik qaçırmalar sidik kanalı önü toxumaların və pasiyanın defekti zaman ortaya çıxır. Əlbəttə ki, bu defekt olduğu zaman sadəcə sidik qaçırma deyil, çox zamanda sidik hissəsinin sallanması müşahidə olunur və bununla yanaşı sidik qaçırma prosesi də baş verir. Amma onu pasiyent yəqin ki, özü başa düşmür də sidik hissəsi sallanması var bu pasiyentdə. O obyektiv müayinədəmi? Erkən mərhələlərdə bu sallanmalarda, sidik qaçırmada xəstəliklə baş verə bilər. Tez-tez sidiyə getmə. Heç birinci mərhələdə, sallanmanın ilk mərhələsində sidik qaçırma olmaya da bilər. Pasiyentlər tez-tez sidiyə getmə, sidik hissəsinin tam boşalmaması, ondan sonra və tez-tez sidik isə tam boşalmır, qalıq sidiyin qalması, bununla yanaşı tez-tez sistit olmalar, yəni bu şikayətlər olur. Bəzən isə vaginada dolğunluq hissi, yad bir cisim hissiyatı olur. İlərləyən mərhələlərdə, özəlliklə 3-cü mərhələdən sonra xəstə gücəndiyi zaman, öskürdüyü zaman, əlinə sallanma zamanı, erkən mərhələdə əlinə balon kimi şişən, top kimi hər hansı bir şeyin gəldiyini görür. Yəni, amma ayağa qalxdığı zaman və dincəldiyi zaman bu içəri keçir. 4-cü mərhələdə sidik sallanmanın ümumiyyətlə 4 mərhələsi var, sidik hissəsinin sallanmasının. 4-cü mərhələdə artıq sidik hissəsi geri qayıtmır və pasiyent sürekli vaginadan xaricə çıxmış top şəklində bir törəmənin orada olduğunu söyləyir. Yəni, xəstə çox zaman bunu bilir. Amma bəzən erkən mərhələlərdə sadəcə ya bizə sidik qaçırma şikayəti ilə gəlirlər, ya da tez-tez sidiyə getmə, sidik hissəsinin tam boşalmaması, tez-tez sistit olma şikayətləri ilə gəlirlər.